Qadınlıqla bağlı danışan kimi hamının ağlına romantik münasibətlər gəlir və bu mənim çox canımı sıxır. Ona görə bu gün bunu danışırıq. Hal-hazırda bir seansım bitib, digəri ilə aradı. Daxil olana qədər başlayıram, danışıram, gedirik. Ən böyük və ciddi problemlərdən biri də budur ki, bir çox qadın çox təəssüf ki, sosial mediadakı bu şirinlikləşdirmə sayəsində, cəmiyyət təzyiqi sayəsində sağlam qadını eşitləyib yaxşı münasibəti olandan və qadınlığa dair danışanda insanların ağlına daha çox münasibətlər gəlir. Elə bizim bu YouTube-dakı Tanrıça seriyasının içində də münasibətlərə dair çox mövzu var. Fəqət normalda o böyük, dərin transformasiya məktəbimiz var, hansı ki Fi məktəb. Fi məktəbdə proses daha fərqlidir və biz münasibətləri başqa bir modul olaraq keçirik və həmin münasibətlərdə biz öyrənirik romantik münasibətlər, iş münasibətləri, ailə münasibətləri, dost münasibətləri, ilişkiləri və qadınlığı bir-birindən ayırmaqla başlayaq. Çünki siz hər nə qədər yaxşı hiss edən, xoşbəxt bir qadını münasibətlə bağdaşdırsanız, o qədər geriyə irəliləyəcəksiniz. Deyəsən geriləmək sözü geriyə irəliləməyin birləşib sıxışdırılmış formasıdır. Amazing. Və bu geriləmə prosesi sizi getdikcə daha da tükədəcək. Bilirsiniz, xoşbəxt qadın əslində özü ilə hizadə olandır. Öz enerjisində olan. Yaxşı münasibət, əla. Sağlam münasibət, hası erillə birlikdəlik, big boy. Qəşəng səslənə bilər. Amma və lakin, əgər bir qadın özü ilə xoşbəxt deyilsə, özü ilə tətmin hiss eləmirsə, özü ilə narahatdırsa, gərgindirsə, özü ilə birlikdə zaman keçirdə bilmirsə, burada hansı münasibətdən söhbət gedə bilər? Hə qızlar, qəşəng münasibətlər, romantika, gül çiçəklər, diqqət, maraqlı və həyəcan vericidir. Təbii ki, dopamin hamımız tərəfindən sevilir, mən də daxil. Fəqət bu o demək deyil ki, biz sadəcə məhz o dopamindən asılı olmalıyıq. Əgər mənim həyatımın tamamı bir kişinin və ya kişilərin, bu artıq individualdır, həyatımızın müəyyən mərhələsində biz gözləyirik. Kişilərdən diqqət və içində birini seçirik. Seçimdən sonra isə biz gözləyirik bir kişidən diqqət. Ola bilər sevgilisiz, ola bilər yoldaşınız, fərqi yoxdur. Birindən diqqət və bütün həyati sistemimizi köçürdürük bir kişinin davranış, diqqət, qayğı. Gözüm qapıda qalıb ki, indi pasiyentim içəri girəcək. Qapıda şüşədim, ayaqdan belə hər keçədə baxıram. Və beləcə nə baş verir? Biz zamanla öz mərkəzimizi, öz sanki bu pultumuzu deyək, veririk başqa birinə ki, buyur. Sənin nə vaxtın olsa məni dəyərli hiss elətdir. Sənin nə vaxt işlərin yaxşı yolunda getsə məni gözəl hiss elətdir və belə davam eləyək. Ona görə nə edirik? Qayıdırıq özümüzə. Bütün prosesin başında məhz özümüzə qayıtmaq durur. Bəzən qızlar mənə sual verirlər. Xüsusən Tanrıça proqramları ərəfəsində, hansı ki mən sosial mediada bu haqda suallar artıq almağa başlayıram və bunları paylaşıram və kanalda bu söhbətlər olunur. Həmişə eyni söhbət açılır. Daha yaxşı hədiyyələr qəbul etmək üçün necə bir qadın olmaq lazımdır? Yox. Bu sualı gəlin çevirək. Yüksək, yaxşı hədiyyələr və bla 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 bla, gözəl həyatlar və sevgilərlə. Hamısını qəbul edən qadın hansıdır? Yüksək enerjili və özündə olan qadın. Gəlin sualımızı dəyişdirək və necə özüm ola bilərəm? Özümə, necə ideal ola bilərəm, necə möhtəşəm ola bilərəm, necə mükəmməl ola bilərəm, yox. Necə özüm ola bilərəm üzərinə sorğulama aparaq. Çünki biz özümüz olduqda tam da özümüzə uyğun adamla qarşılaşırıq və burada çox zövq verən bir münasibət olur. Hal-hazırda mən istəyirəm əllərimdən istifadə eləmək, bir şey izah eləyəcəm. Saçıma taxdım. Yəqin ki, səsdə bir problem yoxdur. Deməli, gəlin belə baxaq. Buradasan və partnyor da buradadır. Match, qəşəng. İndi buna bax. Sən əslində buradasan və özünə aparırsan bura kimi və buradakı ilə yox da, buradakı partnyorun olursa match. Biraz keçir, başlayırsan ki, bu mənim standartlarımı qarşılamır. Və ya sən buradasan, özünə aparırsan güya bura kimi, buradakı oğlan sonra səni incitməyə başlayır. Onun
özünü seçməyi sənə gəlir narsist kimi. Gəlib mənə deyirsən ki, mənim partnyorum narsistdir, ancaq özünü fikirləşir. Bəlkə sənin özünü fikirləşməyə vaxtın yoxdur təsdiq aclığından. Ya da gedirsən, seçirsən özgüvənli və ətrafı dolu bir kişiyi, sonra gəlirsən, deyirsən ki, mən bunun üstünə gələ bilmərəm, amma mən qısqanclıqdan partlayıram. Birinci özündən işləməyin lazımdır. Ya qəbul edəcəksən ki, mən buradayam və yerimi dəyişdirməyəcəm. Özümə uyğun bir adam tapım, girlənim, gedim. It's okay. Ya da yaxşı həyat istəyirsənsə, yaxşı yaşamağı seçirsənsə, özün başlayacaqsan yaxşı yaşamağa. Baxın qızlar, bugün sosial mediada çoxlu belə, hətta təəssüf ki, ali təhsilli, bəlirli bir yerə çatmış, insanların gözündə bəlirli bir imajı olan insanların belə məsləhətlərinin içində varlı ər tutuzdurmaq var. Gözəl münasibət üçün filan yerlərə getmək var. Tamamını əlinizin tərsinə itələyin və baxın, görün özünüz ora getmək istəyirsinizmi? Əgər atıram, Four Seasons oteldə, orada Zaferana restoranı var və mənim çox sevdiyim məkanlardan biridir. Məsələn, orada biz qızlarla gedirik, danışırıq, gülürük, zövq alırıq, qəşəng şəkillər çəkdirirlər. Və biz gözəl bir Instagram feed olur da orada təbii ki. Qəşəng bir an keçirdirik və maraqlıdır. Orada insan sayı çox deyil. Mənim üçün bu çox vacib bir nüansdır. Mənim sevdiyim rahat olan və bir çoxumuza yaxın olan, yəni hərəsi bir tərəfdə yaşayır, hamının ortaqda buluşduğu bir yerdir. Sonra da düşərik, gəlin qızlar gedək bulvar gəzərik, orada başqa yerdə oturarıq və s. deyə getdiyimiz bir yerdir və çox sevirəm. İndi gəl belə deyək. Əgər orada biri ilə tanış olmaq, kimisə tutuzdurmaq, enerji artırmaq kimi söhbətlər olmasaydı, yenə ora gedərsənmi? Bax, bütün məsələ budur. Bugün Fidan ora gedir, çünki prosto oranı sevirik və çevrəmizə, yerimizə uyğundur. Onun yanında hansısa dadlı bir dayday kafesi var, yuxarıda biraz içəri şəhərin içinə doğru. Görüşlərimizin bəzilərini ora salırıq. Yəni bu qızlarla, bu getdiyim eyni qrupun qızları da orada gedirlər, burada gedirlər. Amaç zövq almaq, keyfinə baxmaq, dadını çıxartmaq, ləzzətli yeməklər yemək, dadlı şeylər içməkdir. Sən bax gör, səndə amac nədir? Səndə məqsəd nədir? Əgər sənin məqsədin hər hangi bir yerə belə kiminsə gözünə görünmək, kiminsə enerjisini götürmək, kiməsə uyumlanmaqdırsa, bax burada problem var. Yəni bəli, yüksək enerjili yerlər doğrudur. Bəli, istifadə etdiyimiz əşyaların enerjiləri var. Bəli, bunlar doğrudur. Fəqət kimin üçün? Tamamən zehnində günahkarlıq və qurban rolunda olmuş, utancda olmuş bir qadın üçün. Bu nə qədər faydalı ola bilər? Sən ora gedib, yenə axı bu pozisiyadasan ki, mən axtarıram. Təbiətə bax. Təbiətdəki o bəzəkli düzəklərin hamısı erkəklərdir. Dişilərin gözünə görünür, qəşəng görsəb cütləşmək üçün elə haqqalar çıxardırlar. Sənə nə olub? Dayan da, öz yerində. Özün ol, öz yerində dayan. Zirvə zaten sənsən, qoy o zirvəyə dırmaşsın. Amma sən də zirvədə olmağı qoru. Sən utandıqca, sən çəkindikcə, sən qorxduqca, sən günahkar hiss elədikcə, sən yüklü hiss elədikcə, sən dəyərsiz hiss elədikcə o zirvədən sürüşürsən. Sən zirvədə yerində saxlayan şey o rahatlıq və o ayağını yerə basmaqdır. Bunu düzəltməlisən. Məhz bu səbəbdən mən deyirəm ki, qızlar terapiya. Bu səbəbdən deyirəm ki, gəlin məktəbə və düz gəlin məktəbə demirəm, çünki adətən gəldiyiniz o period çox çətin olur və müsahibədən bir çox insan kəsilir. Yenə də seçin bir yöntəm. Seçin bir yaxşı terapevt və ondan çıxın yola və inkişaf edin. İşləyin bu zehninizdə qorxduğunuz, qaçdığınız, utandığınız şeyləri. Çıxın o ana atanızın balası obrazından. Bilirsiniz, cici qız, yaxşı qız, bu obraz nə qədər sizi geri salır? Nə qədər? Bir gün bunu danışacağım. Tanrıça seriyasında mütləq bir gün yaxşı qız haqqında danışacağım. Çünki bəzi qızlar yaxşı olmaq adı ilə heç özü olmur. Axı sən o deyilsən. Sən gedirsən o olmağı oynayırsan. Sonra o oynadığın adama uyğun kişi tapırsan. Sonra da gəlirsən mənim üstümə deyirsən ki, bax mənim podruqalarımda nəsə elə bil ki o deyil.
Mənim ərimdə nəsə elə bil ki, o deyil. Mənim həyatımda nəsə elə bil ki, o deyil. Çünki sən nəsə elə bil ki, o deyilsən. Başqa bir obrazsan. Özünə inandırmısan ki, bu yaxşıdır. Məhz bu səbəbdən çox önəmlidir zehində yarğıları işləmək və nəyəsə yaxşı, pis deməyi buraxmaq. Hə. Bax belə. Xoş gəldiniz. İfsyo. Özünüzə çox yaxşı baxın. Baxarsınız siz də YouTube-da. Özünüzə çox yaxşı baxın. Görüşmək üzrə. Like eləməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Çünki bu mənim üçün çox önəmlidir. Çox dəyərlidir. Sizi çox sevirəm. Görüşərik. Hələlik.